Salam gənclər. Mən MHM Tədris Mərkəzinin İngilis dili müəllimi Turanə Paşayeva. Bugün sizin qarşınızda 100 sözlük esse barədə hər bir şeyi izah etmək üçün gəlmişəm. Bilirsiniz ki, Dövlət İmtahan Mərkəzi artıq briefing keçirdi və ictimaiyyətə təqdim etdi ki, növbəti il buraxılış imtahanlarda 11-ci siniflər yazı bacarıqları üzrə məhz 100 sözdən ibarət esse təqdim edəcəklər və onların yazı bacarıqları bu esse əsasında yoxlanılacaq. Şagirdlərdə çoxlu sual yaranıb. Müəllimə, biz bunu necə başlayaq, necə bitirək? 100 sözü ən əsası o ideyanın çıxarılması necə baş verir? Çünki həqiqətən şagirdlərin çox böyük əksəriyyəti məhz Azərbaycanca ideyanın tapılmasında ciddi şəkildə əziyyət çəkirlər. Ə, Öncəliklə bu essedə nələr lazımdır, onu sizə başa salacağam. Və sizə çox gözəl bir esse strukturu təqdim eləyəcəm ki, o strukturla siz müxtəlif esseləri yaza bilərsiniz. Baxın, bu ictimaiyyətə təqdim olunmuş bir model formadır. Mən burada sizə müəyyən məsələlər var ki, onları diqqətinizə çatdıracağam. Ə, Bəzi müəllimlər düşünürdü ki, sadəcə essenin adı veriləcək şagirdə və şagird bu esse barədə yazacaq. Xeyr, elə deyil. Sadəcə sizə indi bir situasiya təqdim olunacaq. Siz özünüzü o situasiyada hiss edəsiniz deyə sizin işiniz belə deyim gənclər daha rahat olacaq. Bax məsələn, əvvəl deyilmişdi ki, should school uniforms be required for all students? Bütün şagirdlər üçün məktəbli forması tələb olunmalıdırmı esseyə? Birbaşa bu formada girilməyəcək. Yəni sizə esseye sadəcə essenin adı verilməyəcək. Necə veriləcək? Baxın. Your school is considering introduce school uniforms and students have been asked to give their opinions. Məktəbiniz sizə bir məktəbli forması təqdim edir və sizdən öz fikirlərinizi soruşur bununla bağlı. Write one paragraph, minimum 100 words, answering the question. Bu suala cavab verərək minimum 100 sözdən ibarət esse yaz. Gənclər, burada baxın, sizin birazca işiniz asanlaşdı. Nə üçün? Özünüzü həmin situasiyada artıq hiss edirsiniz. Və bu sizin yaşadığınız bir şeydir. Deyirsiniz ki, məktəb bizə müəyyən formalar göndərir və bizdən tələb eləyir ki, sizcə bütün şagirdlər bu formanı geyinməlidirmi? Çox rahat özünüzü həmin situasiyaya daxil edərək başlayırsınız fikirlərinizi ifadə etməyə. Mən indi sizə bununla bağlı bir esse də verəcəm. Sənin paragrafında nə olmalıdır? Birinci növbədə niyə buna paragraf deyirlər? Paragraph writing müxtəlif ola bilər və 10-cu sinif yeni dərsliyində bununla bağlı çox geniş formalar təqdim olunubdur. Lakin məsələ nədən ibarətdir burada gənclər? Paragraf dedikdə ağlımıza o bölünmüş 3 hissəyə, 4 hissəyə bölünmüş paragraflar gəlir. Xeyr, absurddur. Sizin esseniz sadəcə və sadəcə bir paragrafdan ibarət olmalıdır. Orada abzaslara bölünmə yoxdur. Bunu əsas yadda saxlayırsınız. Sonra have a topic sentence with a controlling idea. Topic sentence nədir? Topic sentence giriş cümlə. Sizin essenizi gözəlləşdirən topic sentencedir. Ən əsas topic sentence olmalıdır. Nədir? Essenin adı sizdə nədir? Uniforms, düzdür? Uniformsla bağlı geniş, əhatəli bir fakt yazmalısınız. Məsəl üçün, nowadays uniforms is really crucial topic in our country. Bizim ölkəmizdə çox önəmli bir məsələdir. Yəni, topic sentence-də essenin adında sizə əsas soruşulan məsələ bir fakt və yaxud bir ümumi general bir fikir olmalıdır, deyilməlidir. Sonra, support your ideas with reasons, facts, examples, at least two. Ən azı, bax, dediyiniz bu fikri, məsələn, topic sentence-də uniforms dediniz, düzdür? Buna əsasən siz ən azı 2 səbəb, 2 fakt, 2 məsələnlər, nümunələr göstərə bilərsiniz. Bunun birini də göstərə bilərsiniz. İndi gedişatda mən sizə göstərəcəm bir esse strukturu. Baxarsınız, controlling sentence sizin mütləq dəstəkləyici, aydınlaşdırıcı cümlələriniz olmalıdır. Yəni, bu faktı dediniz, bu fikri dediniz, havadan, sudan hər hansı bir əsaslandırmalısınız gənclər. Başa düşdünüz? Məsələn, deyirsiniz ki, bizim məktəbdə də şagirdlər forma geyinir. In our school, students wear school uniforms. Dedin, keçmə, aydınlaşdır. They like to wear or we wear white t-shirt or shirt with striped or just checked how to say skirt and this is very comfortable I think. Düşünürəm ki, bu çox rahatdır. Baxın, dediniz formanı aydınlaşdırdınız və öz fikrinizi dediniz. Bu şəkildə. Yəni nümunə gətirin və onu controlling, yəni idarə edici fikirlə aydınlaşdırın. Üçüncü məsələ, state both sides of the argument.
Sizə bunu essenin üzərində göstərəcəm. Express your ideas clearly and logically. Burada məsələ bilirsiz nədən ibarətdir gənclər? Sizdən heç kim mürəkkəb cümlə tələb etmir. Mürəkkəb cümlə yazım bir məsələ var edir. Danışdıqca batırsan. Yəni çox cümlələr, mürəkkəb cümlələr yazdıqca səhv etmə şansınız da çoxalır. Ona görə etməyin. Sadə cümlə. Onsuz da belə deyim də sizə, biz fikri bir ifadə edərkən sadə cümlələrdən istifadə etməyimiz daha doğrudur və çalışın bol-bol söz ehtiyatından istifadə edin. Təkrar sözlərə yol verməyin, bal kəsiləcək. Sinonimlərdən istifadə edin. Yəni çox möhtəşəm zəmin yaradılıb əslində gənclər sizin üçün. Use appropriate linking words because, also, however, for example, so on, such as, in the one hand, in the other hand, however, just additionally, hamısından istifadə edin, getsin. Linking verb'dür. Məntiqi ardıcıllığı yaradan sözlərdir. Yəni bunlar cümlədə bir cümlə ilə o biri cümləni bağlayır. Və stay focused on the topic. Mövzudan kənarlaşma, mövzuda qal. Yəni sənə uniformsdan verib sən gelib education systemindən yazmamalısan. Write in one paragraph, not separate sentences of bullet point. Yəni sən mütləq şəkildə bir paragrafda yazmalısan. Bu bizim esse ilə bağlı olan tələblərimiz. İndi keçək növbəti məsələyə. Aha, mən sizə burada esse strukturunu özüm tərtib edərək sizə bunu təqdim edəcəm. Bir dəqiqə, gənclər. Aha. Deməli, how to write a good essay including 100 words. Introduction. Giriş hissəniz olmalıdır. Introduction. But topic sentence'in budur. Nowadays many people, a lot of people, several people talk about burada yaza bilərsiniz ki educational system və yaxud school uniforms, the requirement of the school uniforms bu şəkildə giriş edə bilərsiniz. Mən burada using mobile phone'u qoymuşam. It's an important subject, topic, theme in our modern lives. Baxın, some people consider that using mobile phones, burada mövzunun adını yaza bilərsiniz. It is, yox, is really useful to introducing something or to getting a lot of information, to join online lesson and so on. Bu şəkildə yəni fikirlərinizi yaza bilərsiniz. While others believe that it has some negative effects or disadvantages or bad sides. Baxın, bizdə isə də orada demişdi ki, just emphasize both sides. Hər iki tərəfini vururlar. Gənclər yadda saxlayın. Sizin mütləq müsbət tərəfində deməlisiniz, mənfi tərəf. To, baxın burada da indi göstərəcəm sizə. To benefit, to problem. İki fayda, baxın, iki fayda, iki problem. Vurğulayın və bunu açın. Bu problem nədən yaranır? Bu problemi niyə problem kimi görürsünüz? Bunları bildirin. Baxın. On the one hand, giriş etdim. Mövzunun adı. Using mobile phones has several advantages. Baxın, indi avantajlarından, üstünlüklərindən yazırım. Və yaxud good side, və yaxud good effects. Birinci faydanı yazıram. First of all, it helps us to get a lot of information. Sonra, secondly, we can communicate with other people. Baxın, mən burada birbaşa keçid eləmişəm. Amma siz, we get a lot of information'ı açın. Yəni, aydınlaşdırın, böyüdün cümləni. If we need to find a place to visit, we can take our phones, we can search for internet and we can find an appropriate place to visit. Yazdınız, əla, söz sayını artırdınız, cümləniz də düzgün oldu. İki faydanı yazdım. Keçirəm ziddiyyətə. Problemə. Baxın. Ziddiyyətdə onda A zəhətlə giriş edirəm. Və yaxud bura yaza bilərsiniz. However, but, və s. Yəni bildiyiniz məsələlərdən gedin. There are also some negative sides or disadvantages. Təkrar sözlərə yol vermirsiniz qəti şəkildə və gətirirsiniz. Such as, məsələn, for example, for instance, it can distract us from important work. Açırsan. Bizi, yəni, mühüm işlərdən alıqoya bilər, uzaqlaşdıra bilər. For example, if we have a lot of lessons to do, if we have a lot of homework, so we can stay a lot of time on on a phone, playing phone games, and it can be really bad for us.
Bu şəkildə yazdınız. Baxın, 2 problem yazırsınız. Yəni bir problem yazıb bunu aça da bilərsiniz. Məcbur deyilsiniz 2 problem yazasınız. Bir problem yazın, onun nədən, yəni nə üçün problem olduğunu düşündüyünü yazın. Və conclusion. Yadda saxlayırsınız. Conclusion nəticədə öz fikrinizi yazacaqsınız. Essay-yə I think, in my opinion, from my point of view-dan girdinizsə batdınız, belə deyim. Esseniz çünki doğru strukturlu esse sayılmayacaq. In conclusion-dan, in my opinion-dan burada verirsiniz öz fikirlərinizi və mütləq şəkildə gənclər verərkən öz fikirlərinizin də müsbət və mənfi tərəflərini vurğulaya bilərsiniz. Məsəl üçün, mən düşünürəm ki, the telephone is really necessary for us. Necessary-ni yuxarıda işlətmisənsə, burada essential işlət. Yəni sinonimlərdən bol-bol istifadə edin. Təkrar sözlərdən istifadə essindən bal kəsə bilər. Və but sometimes I also use a lot of telephone and it is really bad for me. Bu şəkildə. It can cause eye problem, an eye problem or like this. Bu şəkildə, yəni problemə səbəb ola bilər. Dedin, bildirdin, bitdi. Bu şəkildə. Yəni məncə çox da çətin deyil və böyütməyə dəyməz həqiqətən. Düzgün cümlə strukturunu bilməlisən, cümlə quruluşunu bilməlisən, ideyanın tapılması 2 fayda, 2 problem deməlisən. Faydanın nə olduğunu because-dan açmalısan, problemin nə olduğunu aydınlaşdırmalısan. Mütləq linking verb-dən istifadə etməlisən, linking words-dən istifadə etməlisən, bağlayıcılardan. Girişin topic sentence, body paragraph və conclusion-un olmalıdır. Conclusion-da da öz fikirlərini bildirirsən. Və yaza bilmirsənsə hələ də mənim my qruplarıma qoşula bilərsən bu bacarığı sıfırdan özündə formalaşdırmaq istəyirsənsə. Belə gənclər, ümid edirəm faydalı oldu. İzləməyə davam edin.